Dünən sizə bir məsələ tapşırmışdım. İndi isə həmin məsələni izah etmək istəyirəm. Əgər məsələ şərtində aybaşı siklının 28 gündən bir və yaxud 30 gündən bir və yaxud 20 gündən bir olduğu qeyd olunmayıbsa, siz bunu avtomatik 28 günlük sikl ilə hesablaya bilərsiniz. Biz bilirik ki, bir aybaşı siklı 28 gün ərzində baş verirsə, ovulyasiya prosesi 14-cü günə təsadüf edəcək. Yəni 4 iyun aybaşı olan bir qadında 14 gün sonra 4 iyunu nəzərə almaq şərti ilə 14 gün sonra ovulyasiya baş verəcək. Gəlin sayaq. 4 iyun aybaşının 1-ci günü, 5 iyun aybaşının 2-ci günü, 6 iyun 3-cü günü, 7 iyun 4-cü günü, 8 iyun aybaşının 5-ci günü, 9 iyun 6-cı günü, 10 iyun 7-ci günü, 11 iyun 8-ci günü, 12 iyun 9-cu günü, 13 iyun aybaşının 10-cu günü, 14 iyun 11-ci günü, 15 iyun 12-ci günü, 16 iyun 13-cü günü, 17 iyun aybaşının 14-cü günü olacaq. Yəni ovulyasiya aybaşının 14-cü günü iyun ayının 17'si olacaq. Yəni iyun ayının 17'si qadında yumurtlama dövrüdür. Ovulyasiyanın baş verdiyi dövrüdür. Folikulun partladığı yumurta hüceyrənin folikulu tərk etdiyi dövrdür. Biz bilirik ki, yumurta hüceyrə 12-24 saat müddətində yaşama qabiliyyətinə sahibdir. Yəni 17 iyunda yumurta hüceyrə yaranıbsa, həmin yumurta hüceyrə 17 iyunda, 18 iyunda da yaşama qabiliyyətini saxlaya bilər. Spermatozoida gəldikdə isə spermatozoidlərin yaşama müddəti 2-4 gün arasında dəyişir. İndi düşünək, 17 iyun yumurta hüceyrə yaranıbsa və həmin tarixdə qadının bədəninə spermatozoid daxil olubsa maylanma gedər. Və yaxud 18 iyun daxil olsa yenə maylanma gedər. Amma 19 iyun, 20 iyun, 21 iyun daxil olsa spermatozoid maylanma baş verməyəcək. Çünki yumurta hüceyrənin yaşadığı müddət 17 və 18 iyuna təsadüf etdiyi üçün. 17 iyundan əvvəl hansı tarixdə spermatozoid daxil olsa maylanma baş verə bilər. Bunu tapmağın ən asan yolu yumurtlanmanın olduğu gün daxil olmaqla 4 gün əvvələ getməkdir. Yəni 17 iyun yumurtlama günüdür. 17 iyun, 16 iyun, 15 iyun, 14 iyuna kimi gedirəm. Deməli 14 iyun spermatozoid daxil olsa, 4 gün yaşasa maksimum, 14 iyun daxil olsa bu spermatozoidin həyatının 1-ci günüdür. 15 iyun spermatozoidin həyatının 2-ci günüdür. 16 iyun spermatozoidin həyatının 3-cü günüdür. 17 iyun spermatozoidin həyatının sonuncu günündə qadın bədənində yumurta hüceyrə yaransa, spermatozoid yumurta hüceyrəni mayalaya bilər. Lakin 14 iyundan əvvəl spermatozoid daxil olsa, məsələn 13 iyunda spermatozoid daxil olsaydı əgər, 13 iyun spermatozoidin həyatının 1-ci günü olardı, 14 iyun spermatozoidin həyatının 2-ci günü olardı, 15 iyun 3-cü günü olardı, 16 iyun 4-cü günü olardı. Və spermatozoid 16 iyuna qədər yaşasa, daha sonra məhv olsa, 17 iyunda spermatozoid olmayacağı üçün 17 iyunda yumurta hüceyrə yaransa belə spermatozoid olmadığı üçün maylanma getməzdi. Elə isə mən sizə bir sual verim. 4 iyunda aybaşı olan qadının aybaşı siklının 1-ci fazasının davam etmə müddəti maksimal olarsa, ən tez hansı tarixdən etibarən onun uşaqlıq divarı qalınlaşır?